Dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə qanunverici hakimiyyətinə qısa şəkildə baxacağıq. İlk olaraq qeyd etmək istəyirəm ki, Milli Məclis qanunverici hakimiyyəti həyata keçirir və Milli Məclisin quruluşunda 125 deputatımız var. Tək palatalı parlamentdir və Milli Məclisin səlahiyyət müddəti 5 ildir və onu da qeyd edək ki, seçkilər noyabr ayının 1-ci bazar günü keçirilir. Onu da qeyd edək ki, Milli Məclisin səlahiyyət müddəti müharibə şəraitində olarsa və bu müharibə şəraiti seçkilərin aparılmasını mümkün eləmədikdə, bəli, uzun ola bilər, və eyni şəkildə qısa da ola bilər. Növbədənkənar seçkilər vasitəsilə majoritar seçki sistemi əsasında olur. Qeyd etdiyimiz kimi birbaşa, bərabər və ümumi seçki hüququ əsasında olur. 83 deputatın səlahiyyəti təsdiq olunduqda isə artıq Milli Məclis səlahiyyətli olur. Bu hissədə onu da qeyd edə bilərik ki, Milli Məclisin sessiyaları yaz və payız sessiyaları var və eyni şəkildə növbədənkənar sessiyaları da mümkündür uşaqlar. Bunu da mütləq şəkildə yadınızda saxlayırsınız və bunun üçün həm prezidentin tələbi olur, həm də Milli Məclisin deputatının tələbi olur. Yəni 42 deputatın tələbi olmalıdır. Daha sonra deputatın statusuna baxa bilərik. Deputatın səlahiyyət müddəti ərzində toxunulmazlığı var. Yəni o cinayət başında yaxalanma hallarından başqa onun barəsində hər hansısa tədbir görülə bilmir. Belə deyək qısa şəkildə. Yəni axtarışa məruz qala bilmir və s. Deputat seçilə bilməyən şəxslər var. İkili vətəndaşlığı olanlar, başqa dövlətlər qarşısında öhdəliyi olanlar, icra məhkəmə qulluğunda işləyənlər, din xadimləri, ağır cinayətə görə məhkum olanlar və s. Mandatından məhrum edilmə hallarında da var ki, səslərin düzgün hesablanmaması, vətəndaşlıqdan çıxarsa, qanunla müəyyən edilmiş, yəni qanuna qadağan edilmiş ödənişli fəaliyyətdir, cinayət törədirsə və s. Və eyni zamanda Milli Məclisin deputatı Milli Məclisindəki fəaliyyətinə səs verməyə və söylədiyi fikrə görə məsuliyyəti yoxdur. Daha sonra 3-cü hissəmizə gəlirik və burada qeyd olunur ki, qanunvericilik təşəbbüsü hüququ olan subyektlər, baxın, prezident, Milli Məclisin deputatı, Ali Məhkəmə, prokurorluq, Naxçıvanın Ali Məclisi və seçki hüququ olan 40 min vətəndaşdan söhbət gedir uşaqlar. Və daha sonra həll etdiyi məsələlər var, bir də ümumi qaydaları var. Ümumi qaydalarla bağlı ümumilikdə 63 səsdir, amma 3 məsələ var ki, bununla bağlı 83 səsdir. Baxın, seçkilərdir, referendum, yəni prezident seçkiləri, Milli Məclis seçkiləri, deputatların statusu, bir də referendum. Bunlar 83 səsdir, digərləri isə 63 səsdir. Həll etdiyi məsələlər də var, amnistiyadır, baş nazirin təyinatına razılıqdır və s. Baş prokurorun vəzifəyə təyin olunmasına razılıq, vəzifədən azad olunmasına və bu kimi məsələlər var uşaqlar. Qanunların imzalanması və qüvvəyə minməsi dərc edildiyi gündən əgər özündə xüsusi qayda yoxdursa, qanunlar qüvvəyə minir və burada qeyd olunur ki, qanunlar təşəbbüs layihəsi ilk olaraq burada yazılmayıb. Yəni 2 ay ərzində qanunlar, belə deyim, o təşəbbüs göstərən subyektlər vasitəsilə müzakirəyə çıxarılır. 2 ay ərzində qəbul olunandan sonra o prezidentə göndərilir. Prezident isə bunu 56 gün ərzində imzalayır. Bax belə. Daha sonra Milli Məclisin buraxılması prezident tərəfindən Milli Məclis buraxıla bilər. Məsələn, burada göstərir həll etdiyi məsələləri yerinə yetirə bilməsə, baş nazirin vəzifəyə təyinatına 3 dəfə razılıq verməsə və s. yəni bir çox məsələlər var. Bax belə uşaqlar, qısa şəkildə də olsa qanunverici hakimiyyətə baxmış olduq. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.